Salam, hər vaxtınız xeyir. Salam, hər vaxtınız xeyir. Ad soyadınız zəhmət təqdim edir. Quluzadə Xəyal. Neçənci dərsdəsiz təlimdə? 3-cü dərs. Bu təlimlə bağlı təəssüratlarınızı bizimlə bölüşərsiniz zəhmət olmasa. Təlimlə bağlı təəssüratlarım həm mentorumuz olaraq, həm sağ olsun Əli bəy bana sahibkar həm də kollektiv əladır. 3-cü dərsimdə artıq əvvəl 1-ci dərsdən biraz tərəddüd edirdim, çünki bu sahədə olmadığıma görə, yəni normaldır. Amma o cür dərslərə inşallah gəldikcə, bəzi materialları öyrəndikcə özümə inamım daha da artır və inşallah gələcəkdə də daha yaxşı olacağım əminəm. Təşəkkür edirəm. Bu təlimlə bağlı şikayətiniz və yaxud da hansı bir təklifiniz varmı? Heç bir şikayətim yoxdur, təklifim də yoxdur. Oldu qardaş, təşəkkür edirəm. Sağ olun. Salam, hər vaxtınız xeyir. Salam, hər vaxtınız xeyir. Zəhmət olmasa bir özünüzü təqdim edərsiniz. Mən Qasımov Camal. Neçənci dərsiniz artıq burada? Bu 3-cü dərsimizdir artıq. Bu 3 dərsdə fikirləriniz nədir? Həm təlim barəsində, həm mentorlarımız, həm kollektivinizə barədə? Təəssüratlar çox gözəldir, çünki ilk başda mən düşünürdüm ki, biraz çətin olacaq, amma əksinə oldu. Yəni hər şey gözəl, kollektiv gözəl, mentorumuz gözəl, sahibi gözəl. Yəni hər şey ideal, mehriban. Yəni əsas səmimiyyətdir. O da var hamısı. Bir təklifiniz, şikayətiniz varmı bəs? Xeyr, şikayətim hələ ki yoxdur. Yavaş-yavaş da öyrənib satışlara da keçəcəyik. Əsas problem yoxdur, şikayətiniz yoxdur, nə lazım olandır. Hər şey qaydasındadır. Təşəkkür edirəm. Salam, hər vaxtınız xeyir. Salam, hər vaxtınız xeyir. Mən zəhmət olmasa özünüzü təqdim edərsiniz. Emil Novruzov. Neçənci dərsiniz? 3-cü dərsdir. Təəssüratlarınız nədir bəs? Zəhmət olmasa. Təəssüratlarım çox müsbətdir. Mən bura gəlməmişdən qabaq bir çox yerə yazmışam bu barədə. Onlayn kurslar, onlayn satışlar. Bir çox yerdən mənfi almışam. Necə mənfi? Məsəl üçün, ödəniş eləmişəm, ödənişin qarşılığını görməmişəm və yaxud da verilən vədləri görməmişəm, hansı ki, kursu almışam, amma o kursun qarşılığında verilən vədi görməmişəm. Şəxsən bura ödədiyim pula həqiqətən dəyir. Niyə dəyir? Çünki ödədiyim pulun qarşılığını da görürəm, gəlirəm bura kollektiv müsbət, xoş, müəllimin öyrətdiyi dərslər müsbətdir, hər şeyi də yaxşı başa salır. Hər hansısa bir şikayətiniz yoxdur, təklifiniz varmı? Heç bir şikayətim yoxdur, əksinə məndən olsa daha da çox burada olmaq istəyərəm, daimi həm də. Yəni çünki belə baxıram ki, uşaqlar falan gəlirik, kursda falan hamı yaxşıdır, dərslərdə çox müsbətdir. Yəni ona görə fikrim müsbətdir. Mənfi heç bir rəyim yoxdur.